Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün mən sizə daxili uşaq yaralarının terapisini edəcəyim. Hər birimizin içində bir uşaq var. İncinmiş, qorxmuş, tək qalmış bir uşaq. Biz böyüdükcə, amma o uşaq içimizdə böyümədi. Həmişə uşaq qaldı. Bu terapida biz uşağa sevgi vermək üçün buradayıq. Gəlin birlikdə başlayaq. Rahat bir pozisyon seçin və gözlərinizi yavaşca yumun. Dərindən nəfəs alırıq. Yavaş-yavaş nəfəsimizi buraxırıq. Bədəninin ağırlığını yerin üzərində hiss et. Təsəvvür et ki, diqqətin sinəndən aşağı yumuşaq bir şəkildə axır işıq. Sanki içindən bir qapı açılır, yəni qəlbinin ortasından yumuşaq bir şəkildə axıntı var və sanki içindən bir qapı açılır. Bu qapı səni öz iç dünyasına aparacaq. Buna diqqət et. İndi qarşında bir uşaq canlanır. Bu uşaq sənsən. Onu mühakimə etmə. Onu qınama. Sadəcə ona bax. Çünki onun sənin mərhəmətinə ehtiyacı var. Onun gözlərində hansı duyğu var? Qorxu, yorğunluq, kədər. Yavaş-yavaş ona tərəf get. Ona söylə. Qorxma. Mən sənin yanındayam. Bu anda o qorxu keçirəcək, təlaş olacaq içində. Sən ona de, qorxma. Sənin üçün buradayam. Sadəcə diz çök və onunla eyni səviyyədə qal. İçində de, mən buradayam. Mən səninləyəm. Əlini onun ürəyinə yaxın tut. Toxunmaya bilərsən, sadəcə yaxınlıq hiss etdir. De, artıq tək deyilsən. İndi ürəyindən yumuşaq bir işıq axır. Bu sevgi axınıdır. Bu işıq onun bədəninə dolur. Hər nəfəsdə onun qorxusu biraz enir. Qəbullanma anı. İndi o uşağın səni qucaqlamasına icazə ver. Onu öz sinənə al. Onun başını sinənə söykə. De, səni anlayıram. Səni çox sevirəm. Daha səndən ayrılmayacağam. Ölənə qədər səninləyəm. Səni daha tək buraxmayacağam. Təsəvvür et ki, o uşaq yavaş-yavaş işığa çevrilir. O işıq sənin qəlbinə girir. Artıq o uşaq sənin içindədir. İçində və ya səssizcə de,
Mən özümü qəbul edirəm. Mən özüm üçün təhlükəsizəm. Mən özüm üçün varam. Mən içimlə barışdayam. Bədənini hiss et, nəfəsinə dön. Və bu anda qəlbində, bütün vücudunda bəmbəyaz, yumuşaq bir işıq axınını hiss edəcəksən. Beynin, qəlbin, ruhun, cismin, bütün iç dünyan artıq sənindir. Bu anda dərindən nəfəs alırıq, nəfəsimizi yavaş-yavaş buraxırıq. Bədənini hiss et, nəfəsinə dön, əllərini yavaşca tərpət. İçindəki uşağı artıq tək buraxmırsan və o uşaq ömrünün sonuna qədər səninlədir. Artıq sən daxili uşaqlığınla barışdın, onunla huzur buldun. İndi onu sev, ona sevgini ver və onunla içində qalan boşluğu işıqla doldur. Onunla bərabər, sevgi ilə, huzurla o sevgini hiss et və onunla yaşa. Bu anda 3-dən 1-ə qədər geri sayım sayırıq. 3, 2, 1. Ruhumuzu cismimizə geri qaytarırıq. Yaradana təşəkkür edirik və yavaş-yavaş gözlərimizi açırıq. Hər birinizə şifa olsun. Mesaj bölməsində bu sözü yazmağı unutmayın. Mən iç dünyamla barışdım. Bəyəni və paylaşımı unutmuruq. Hər birinizə şifa olsun.